daha vardı. O puzzle ki dediniz ve çok da düz dediniz ki demek birbaşa elə Filistin'den başladı, Gazze'den başladı, geldi Lübnan, Suriye, Irak, Yemen'e yetişti, oradan da İran içine. Ve beləliklə bu İsrailin programı, bu İsrailin stratejisi. Çünkü İsrail bir dənə təhlükələ dediyim kimi qarşı-qarşıyadır. O təhlükə budur ki, İran hakimiyyəti Subah Qudsu ilə, yəni eşik silahlı qüvvələrinin başkanlıq vasitəsilə İsraili məhv etməsini düşünür. Və İsrail də İranın siyasi baxımdan təbii olaraq məhv etməsini düşünür. Və buna görədir ki, İsrailin tamam hərəkətləri yox müzakirə, yox hakimiyyəti təzyiq etmək, zəiflətmək və zaman vermək biləsinə. Bəlkə deyir ki, fürsət düşüb əlimə həmən gərək İranı vuraq. İran hakimiyyəti dağılmalıdır. Yəni bu İsrailin çox radikal istəyidir. Və bunu da heç vaxt gizlətmir. Çünki qarşısında olan güc bunu gizlətmir. Amma ki, Babaş bəy demişkən, Batı belə düşünmür. Batıda aparıcı Amerika olmaqlığına, Amerika ilə Avropa ölkələri düşünürlər ki, zəif bir İran, atomsuz bir İran, raketləri kontrol olunmuş bir İran, niyabəti qüvvələri ki, ortalıqdan təqribən demək olar ki, çoxlu bölümdə qaldırılıbdır, az bir qısa bir bölümlər qalıbdır. Belə bir İran gərəkir ki, bunu hukuku kimi məntəqədə saxlayırlar və bu hukuku vasitəsilə Ərəb ölkələrini silahlı, iqtisadi baxımdan soyarlar və eyni halda bölgədə istədikləri vaxt İran vasitəsilə hədə-qorxu gələrlər türklərə, nə bilim Azərbaycana, nəyə. Bu Avropanın və Batının özəlliklə istəyidir. Amma bu istəklər İranın öz içində nə cür əməl edir və İranın öz stratejisi nədir? İran hakimiyyəti vilayət fərqi sistemi olaraq xəttin bəlli eləyibdir ki, bu qonşularını özünə rəqib bilir, siyasi rəqib bilir. Yox, ortaq bir rəqib kimi ki, biz eləyə bilirik içimizdə qazancdan gedək qabağa qonşuları ilə. Bəlkə düşünür ki, qonşuların qorxusa, əgər bunları həmişə üstdən bir güvənlik baxımından problem yaratsa, o qorxu əsası ilə bunları dalca çıxa bilər. Bu, bunun İranın stratejisi olubdur. Yox da qonşuları ilə, Avropa ilə də belə. Amma Amerika ilə təbii bu gücə gedənməz imiş. Bunu dolayısı yolu ilə qabağa aparırdı. İndi isə İran elə bir vəziyyətə yetişibdir ki, daha qonşuları ilə məcbur qaldı. Yəni İsrail ilə savaşdan sonra o vədə sadıq 3-ə yetişəndə İran stratejisinin qonşularla bağlı dəyişdi. Siz gördünüz ki, Saudi Ərəbistana yoxunlaşdı, Saudiya yoxunlaşdı, Türkiyəyə yoxunlaşdı, Azərbaycana yoxunlaşdı. Halbuki vədə sadıq 1-2-də Azərbaycana həmlə nizamı sizdə eləyər. 2 dəfə Manov nizamı keçmişdir Azərbaycan sınırında. Bu dəfə gəldi Azərbaycanla yoxun ittifaq əsası ilə bir yoxunlaşma qabağa planı qoydu. Çalışdı Pakistana yoxunlaşsın, Hindistana yoxunlaşsın. Yəni mənzur budur ki, İran çalışır ki, desin ki, yoxdur, mən qədimki İran deyiləm. Çünki niyə? Niyabəti qüvvələr əlindən alınmışdı və çox baskı altındaydı, ekonomi baxımından böyük bir zərbə alındaydı. Məcbur oldu özünü qorumaq üçün strategiyasında bir dəyişiklik qabağa apardı. Və bu da İsrail istəmirdi bunu. İsrail istəmədiyi üçün əslən çalışır ki, bu müzakirə dəysin bir-birinə. Və İsrailin istədiyi belə getdi qabağa ki, İranda ılımlı və ağıllı düşüncə hakim olmadı ki, rəhbəri hakimiyyət, vilayət fərqi sisteminin Xameneyisi bir dəfə o zəhər bayrağını at çəkər, eyni Xumeyni kimi və deyək ki, yanlış iş görmüşdüm. Mən 2 trilyon dolar bu cəmaata zərbə vurmuşam, bu qədər milləti bədbəxt və kasıb eləmişəm, yanlış iş görmüşəm. Mən əslən bu umman deyən düzdür, mənə 2-3% ki lazımdır dava ilə, dərmanla ötür, onu da elə İran adalarından, xəlicdə elə biləm əldə edəm. Yəni, əgər sən məsələn doğrudan elə budur ki, mən dava dərman üçün bunu kullanıram, ya ışıq üçün kullanıram, sənə o qədər ki, uranyum zənginləşməsi lazımdır, oradan gətirə bilərsən. Amma İranın məsələsi atomlaşmadır. İran bunu əslən də gizlətmir. Və heydə OMB-dən şuraya basırdılar ki, ağadan istəyir ki, fətvası ki, verdi fətvasını dalı çəksin, İran atom olar.
Və maraqlıdır ki, İsrail bu vurda kimi vurdu? Şəmxanını vurdu. Şəmxanı ki, İranın atomu məsələlərinin sözsüzü idi, sahibi idi, danışmanı idi. Və İsrail onu vurmaqlıqla dedi ki, yəni hələ burada da bəzi bir böyük bir problem yaratdım. Nə həm nizami qüvvələrini vururam ki, mənə qarşı bir iş görməsiz, həm də atom məsələsində ki, siz rəhbəriyyət tərəfindən Şəmxanıdır, onu da vururam ki, müzakirədə də problem yaratsın. İndi İran hakimiyyəti elə bir pis bir vəziyyətdədir ki, müzakirəyə getməklə üzü yox, silah savaş etməyə qüvvəsi yox və belə bir vəziyyət təbii ki, bu gücün kimə işlədəcəkdir? Çalışacaqdır ki, içəridə olan hərəkətlərə çox baskı göstərsin və bir də ola bilər ki, məntəqəyə bir baskı göstərsin. Mahmud bəy, bir də bir xəbər çıxdı ki, sanki Azərbaycanı yenə yenidən təhdid edib və belə deyib ki, bu uçaqların bir çoxu Azərbaycandan qalxıb, Azərbaycandan gəlib. Mən belə bir xəbər gördüm. Bunu hər dəfə Faslı tərəfindən yayılır. İranda olan elə o vilayətsindən, hətta da Adilindən, Möhsen Rizayisindən, yəni o panyanistlərin həmişə istəkləri budur ki, bircülük eləyək ki, bu dava Azərbaycanla İran arasında olsun. İranı, Azərbaycanı vurmaq sanki daha rahatdır ta İsrail və İsrail çox daha güclüdür. Onda biz özümüzə visə qazandıq. Bunu çox ona görə atırlar qabağa. Əlbəttə bu ilə də belə bir xəbərlər vardı ki, əgər Azərbaycanın çoxlu Güney Azərbaycanın çoxlu saytların, muşaçı saytların və çoxlu radarların və Təbrizin payqahı Şikarısın və nə bilim Urumiyyənin, Muğanın, Ərdəbilin və Azərbaycanın bu dəfə çoxlu bu silahlı qüvvələrinin, Supahın hazır olduğu qüvvələrin vurulmasının bir dənə baxış budur ki, əsas illətdə budur ki, istəyirlər ki, yəni İsrail istəyir ki, İran Azərbaycan Cumhuriyyətinə hücum etmək planı ki vardı, bunu etkisiz hala gətirsin. Əlbəttə bu da bir təhlildir. İndi bu nə qədər düzdür, bunu gələcəkdə görünəcəkdir ki, əgər İranın siyasəti Azərbaycan Cumhuriyyətinə qarşı getsə, onda bu hərəkət çox düz çıxır, məntiqi çıxır ki, həm Güney Azərbaycanda olan demək ki, bu saytlarla, bu payqahlarla hədəf buymuş ki, Quzey Azərbaycana həmlə olsun. Məsələn, tutalım ki, Muğanda bir dənə radar sistemi vurulubdur. Bu radar sistemi Şuravi vaxtı 1960-cı ildə qurulmuşdu Şah tərəfindən ki, Sovet Birliyində olan ittifaqlara radar eləsin. İndi onu vurmaqlıqla Muğan tərəfində daha İran, Azərbaycan tərəfində məsələləri kontrol etməsində bir zərbə yiyir. Yəni burada da bəzi məsələlər yatıbdır. İndi bu ki Fars Şurası tərəfindən çalışılanı ki, belə göstərsin ki, uçaqlar oradan gəlibdir. Bu təbliğatı bir məsələdir. Əlbəttə gələcək günlərdə məsələ daha detaylı məncə çıxacaq olacaq. Çünki təzə bu başlanğıcdır. Əlimizdə material hələ azdır. Dəqiq tam danışmaqla hələ bir tezdir. Bəli, İsrail özü də elan elədi. Bu dedi əvvəl